Türkiyəli müğənni Hadisə Açıqgözün saxlanılması ilə daha bir təfərrüat ortaya çıxıb. Bugün TV Axşamaz saytına istinadən xəbər verir ki, istintaq zamanı ifaçıdan gəlir yeri, sosial media paylaşımları, saxlanılan digər şəxslərlə əlaqələrinin olub-olmaması, narkotik maddələrdən istifadə edib-etməməsi soruşulub. Hadisə ifadəsində narkotik istifadəçisi olmadığını söyləyib. Narkotik maddə ilə heç bir əlaqəm yoxdur. Həyatımın heç bir dövründə bu cür maddələrdən istifadə etməmişəm. Sosial mediada da bu mövzuda paylaşım etməmişəm. Narkotik maddələrin satışını edən şəxslərlə təmasda olmamışam. Həmçinin bu istiqamətdə heç bir maliyyə əməliyyatı həyata keçirməmişəm. Hadisə həmçinin aylıq gəlirinin 700-800 min lirə, yəni 28-33 min manat arasında dəyişdiyini açıqlayıb. Hüsniyə Salmanova, Bugün TV.